Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Deməli biz bu günləri gəldik çatdıq La ilahə illallahın şərtlərindən olan təslimiyyət şərtinə. Həmin bu təslimiyyət şərti elə bir şərtdir ki, iblis ilə başlamış bu təslimiyyətsizlik ta günümüzə qədər onun ardınca gedən insanlarda cəryan etmişdir. Lakin fərq burasındadır ki, biz bugünkülərə şahid oluruq, gözümüzlə görürük. Necə insanlar təslimiyyətdən uzaqdılar. Necə insanlar Allaha təslim olmaqdan qaçırlar. Necə ki, bir zaman bunu etmişdi kim? İblis etmişdi. Necə Allah subhanahu wa ta'ala bu xüsusda buyurur ki, وَإِذْ قُلْنَ لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسِ Bir zaman biz mələklərə Adəmə səcdə edin demişdik, iblisdən başqa hamısı səcdə etdi. O təkəbbürləndi və kafirlərdən oldu. Deməli, iblisin etmiş olduğu şey nə idi? Allah Azza və Cəllə ona bir şey əmr etdi, o da Allah Azza və Cəlləyə təslimiyyət göstərmədi. Bu günləri məsələn insanlar bunu daha ılımlı necə edirlər? Yəni bir insan zənn edir ki, müsəlmandır. Lakin bu zənn etməsi ilə bərabər Allah Azza və Cəlləyə təslim olmayıb, Allahın hökmlərinə təslim olmayıb, Allahın nazil etdiyinə təslim olmayıb, lakin insan zənn edir ki, müsəlmandır. O la ilahə illallahın şərtlərindən biri düşdüyü zaman insan müsəlman ola bilir, yoxsa yox? İnsan müsəlman ola bilmir. Deməli, la ilahə illallahın önəmli şərtlərindən birisi də yenə eyni zamanda Allahın nazil etdiklərinə təslim olmaqdır. Allahın göndərmiş olduğuna təslim olmaqdır. Və elə bir şəkildə təslimiyyətdir ki, elm əhli deyir ki, sanki deyir, ölü olan bir insan necə onu yuyan insanın qarşısında, ən uca misallar Allaha aiddir, necə deyir onu yuyanın qarşısında heç bir şəkildə tərpənmədən, heç bir şəkildə etiraz edə bilmədən uzanırsa, hani ölü tərpənə bilir, yox. Ölü tərpənə bilmir. Ölünün edə biləcəyi heç bir şey yoxdur. Tam bir şəkildə onu yuyana təslim olmuşdur və deyirlər ki, budur. Sanki bu şəkildə təslim olacaqsan. İndi biz bu günləri baxdığımız zaman insanlara, özünə müsəlman deyən insanlara nə deyirlər? Valla biz müsəlmanıq. Biz müsəlmanıq, amma önünə bir Allahın ayətini qoyduğun zaman nə deyir adam? Bu günkülərə aid deyil, deyir. Bu köhnəyə aiddir, bu bizə aid deyil. Və ya ona filan şey Allah əmr edib deyəndə, deyir, yox, bu indi mən deyir, alınmır məndə deyir. Və yaxud da sən deyəndə ki, bu Allahın əmridir, deyir, indi müasirləşdirmək lazımdır. İndi demokratiya var, o daha üstündür. Həmin o şeyi Allah Azza və Cəllənin hökmündən daha üstün görür. Və yaxud da deyir ki, tamam bu da var, amma biz bu günləri bizim günümüzə bu daha uyğundur. Biz bunu istəyirik, biz bunu tərcih edirik. Allahın nazil etmiş olduğu şeyi bir kənara qoyur. Tamam mən müsəlmanam deyir, amma bunlar bir kənara. Belə bir insan müsəlman ola bilərmi, ola bilməzmi? Bu sualı yenə Allah Azza və Cəllənin kitabına, Allah Azza və Cəllənin kitabına yönləndirək. Rəbbimiz buyurur ki, "Fələ və rabbikə" Sənin Rəbbinə and olsun ki, diqqət edin, Allah Azza və Cəllə yemin edir. Fələ və rabbikə la yu'minuna hatta yuhakkimuka fima şəcərə beynəhum, thumma la yecidu fi anfusihim haracan mimma qadaytə və yusallimu təslimə. Xeyr, sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etmədikcə, diqqət edin, səni hakim təyin etmədikcə, bir, Rasulullahı hakim təyin etmək gərəkirmiş, düzdür? Yəni, bizim aramızda ixtilaf çıxıb, bizim aramızda sözü deyəcək olan Rasulullah sallallahu aleyhi və səlləmdir. İki, bununla yetdi mi? Yəni, deyək ki, biz Rasulullahı aramızda hakim təyin etdik. Yəni, bu günləri Rasulullahı hakim təyin etmək nədir? Onun gətirmiş olduğu şey aramızda, yəni, bizim baş vuracağımız yer budur. Bizim ixtilafımızı çözəcək olan, son sözü deyəcək olan söz budur. İndi biz baxacağıq. Allahın Rasulunu aramızda hakim təyin etdik. Sonra Allah Azza və Cəllə nə buyurur? Sonra da verdiyin hökmlərə görə özlərində, nəfslərində bir sıxıntı duymadan, tam təslim olmadıqca iman gətirmiş olmazlar, deyir Allah Azza və Cəllə. Yəni, tamam, sən Muhammədə baş vurdun, sən Muhamməd bir hökm etdi, Allah və Rasulunun hökmünü bildin, amma sən bunu bildikdən sonra bunu qəbul edəcəksənmi, sıxıntı duymadan, tam təslim olacaqsanmı, olmayacaqsanmı? Allah Azza və Cəllə deyir ki, onlar iman etmiş, onlar iman gətirmiş olmazlar. Deməli, bu məsələ mühüm bir məsələdir Allah qatında. Yəni, sən Rasulullah sallallahu aleyhi və səlləmi gətirmiş olduğu şeyləri aranda hakim təyin etməsən, sonra da onun vermiş olduğu hökmlərdən qəlbində sıxıntı duymadan təslim olmadıqca iman gətirmiş olmazsan və Allah Azza və Cəllə yemin edərək bunu deyir. Diqqət edin, Allah yemin edərək bunu deyir ki, onlar iman gətirmiş olmazlar. Deməli biz
Allah'ın endirmiş olduğu kitaba, Resulullah sallallahu aleyhi ve sellemin getirmiş olduklarına teslim olacaq. Teslim olmaq nə deməkdir? Əlini qaldıracaqsan, deyəcəksən ki, ya Rabbi, əmr et, əmrinə icabət edim. Əmr et, əmrinə icabət edim. Biz namaz qılarkən nə edirik? Əllərimizi qaldırırıq. Necə bir insan təslim olur, düzdür? Əllərimizi qaldırırıq və deyirik ki, Allahu Ekber. Allahu Ekber nə deməkdir? Allah ən böyükdür. Yəni mən kimə təslim olmuşam ki? Özüm kimi haşa aciz olan birisinə, özüm kimi 3 işlə qarşı-qarşıya gəldiyi zaman o işi həll edə bilməyən birisinə, 2 işlə qarşı-qarşıya gəldiyi zaman başını tutub evdən qaçan insana elə bir Rəbbə təslim olmusan ki, Allahu Ekber deyirsən. Allah ən böyükdür deyirsən. Ən böyük Allaha təslim olmaq, ən böyük Allaha işləri buraxmaq, ən böyük Allahın nazil etdiyinə, ya Rabbi, mən sənə təslim olmuşam. Sənin bu endirmiş olduğun şey digər insanların bizim önümüzə qoymuş olduğu şeyə bənzəyə bilməz. Allah mı daha xeyirlidir, yoxsa şərik qoşduqlarınız? Yəni demək ki, onlardan birisi də Allahın nazil etdiyi, Allahın göndərmiş olduğu şeylərlə bərabər Allahdan başqalarının gətirmiş olduğu, Allahdan başqalarının önümüzə qoymuş olduğu dini, qanunu gətirib təqdim edildiyi zaman biz deyəcəyik ki, bizim təslim olduğumuz, bizim həyatımızda bu halaldır, bu haramdır deyən aləmlərin Rəbbi olan Allah var. Biz ona təslim olmuşuq. Biz ona yönəlmişik. Biz onun önündə əllərimizi qaldırıb Allahu Ekber demişik. Ən böyük olan Allah da demişik. Bunu insan bildikdən sonra, bunu insan anladıktan sonra Allahın nazil etdiyi ilə heç başqa bir şeyə gətirib Allahın nazil etdiyinin yanına qoya bilər. Və yaxud da öz havasını bugünkülərə aid deyil, biz bu günləri fərqli, bugün dünya fərqli, belə bir şey deyə bilər. Yerin, göyün sahibi olan Allahın önündə sən belə bir şey deyə bilərsən. O Allah ki, keçmişi, gələcəyi, indini, hər şeyi ən incə ayrıntısına qədər bilən Allah, endirdiyi hökmü ən gözəl şəkildə endirən Allah, endirdiyi hökm ta ilk gündən qiyamət gününə qədər keçərli olacaq. Ən gözəl sözüm olan hökm Allahın hökmü ikən, necə ola bilər ki, sən Allahdan başqalarının hökmlərini deyə bilərsən ki, bugünkü gün bunlar daha yaxşıdır, bu günləri bunlar bizə daha uyğundur. Necə bunu iqrar edə bilərsən? Necə Allahın nazil etdiyini aranda hakim təyin etməzsən? Necə ola bilər ki, Allahın nazil etdiyinə təslim ola bilməzsən? Həqiqətən də bu şeylərə təslim olmamaq, Allahın nazil etdiyinə boyun əyməmək, Allahın önündə, ya Rabbi, mənim boynum sənin önündə qıldan incədir, ya Rabbi, sən nə əmr etsən, ya Rabbi, mən sənə təslim olmuşam. Vallahi bu neymətdir, neymət. Bu günləri bir müsəlman Allah belə dedi, Rəsulü belə dedi dedikdən sonra bitdi, mənim üçün mövzu bağlanmışdır deyirsə, o müsəlman necə böyük bir neymət içərisindədir, başa düşürsən indi? Subhanallah, necə əzəmətli bir neymət içindəsən sən. Neçə insanlar var, vallahi bunu edə bilmirlər. Sən deyirsən ki, Allah və Rəsulü deyir, yaxşı, gedək. Gəlirsən deyirsən ki, qardaş, bax, Allah belə deyir, Rəsulü belə deyir, bu məsələdə belə eləmək olmaz. Adam nəfsi dağılır. İndi gəlib Allah və Rəsuluna ayəni xatırlayın, sənin verdiyin hökmlərə aralarında hakim təyin etdilər. İkinci nə idi? Sonra da verdiyin hökmlərə qəlblərində heç bir sıxıntı duymadan, tam təslim olmadıqca, subhanallah, iman etmiş olmazlar deyir. Yəni sən Allaha təslim olmusan, Allah dedi, Rəsulü dedi, mənim üçün mövzu bitdi demədiyin müddətcə sən get yenidən iman getir. Allah dedi, Rəsulü dedi, mənim üçün məsələ bitmişdir demədiyin müddətcə sənin yenidən iman gətirməyin lazımdır. Sənin imanını gözdən keçirməyin lazımdır. Əgər sən Allahla bərabər öz nəfsinin istəyini, havanın istəyini, başqa insanların düşüncələrini, nə bilim, başqa ideologiyaların fikirlərini daha üstün görürsənsə, bir onlara da baş vuraq, bir baxaq görək onlar nə deyirlər deyirsənsə, sənin imanını yenidən gözdən keçirməyin lazımdır. Sən Allaha təslim olmamısan. Necə mələklər Adəmə səcdə etdi, iblis səcdə etmədisə, Allahın əmrlərindən boyun qaçırdısa, sən də Allahın əmrlərinə ya boyun qaçırdan, ya da zahirən mən təslim olmuşam deyib, lakin həqiqətdə təslim olmamısan. Sənin içində bir narahatçılıq var. Həmin o narahatçılıq baxdığımız zaman Peyğəmbər sallallahu aleyhi və səlləmin dönəmində kimlərdə idi? Münafiqlərdə idi. Onlar Rasulullah sallallahu aleyhi və səlləmin yanına gəlmək istəmirdilər. Onlar başqalarının yanına getmək istəyirdilər. Lakin o kafirlər Muhammedə güvənirdilər. Ona görə Muhammedin sallallahu aleyhi və səlləmin yanına gəlirdilər. Münafiqlər isə istəyirdilər ki, yox, getsinlər başqalarının yanına. Başqaları onları mühakimə etsin. Allah azza və cəllə onların imanlarının bir zəndən ibarət olduğunu, onlar iman etdiklərini zənn edirlər. Həqiqətdə isə onlar iman etməmişlər. Allah azza və cəllə başqa bir ayədə deyir ki, sən onları Allah və Rasuluna dəvət etdiyin zaman münafiqlərin səndən üst çevirdiyini görərsən deyir. Həqiqətən bu gün insan özünə sual verməlidir. Yəni həqiqətən də mən Allahın nazil etdiklərinin qarşısında əlimi qaldırıb təslim oldum. Allah və Rasulü nə dedisə odur deyənlərdənəmmi?
Yoxsa aramızda Allahın kitabı hökm etsin dediyi zaman ağzına əyən, üzünə əyən və yaxud da bir bahanə ilə, yəni münafiqlər demirdilər ki, biz bunu istəmirik. Sənin kimi bahanə icad edərək nə edirdilər? Allahın hökmündən üz çevirirdilər. Bu gün insan başa düşməlidir ki, necə böyük bir təhlükədir. Sən Allaha və Rasuluna dəvət edilirsən. Allaha və Rasuluna dəvət edildiyin zaman sənin etmən gerəkən şey Allaha təslim olmaqdır. Allah Azza və Cəllə nə əmr edib? Başından sonuna Allah mı dedi? Yəni bir insanın biri gəlib onun qarşısında din adına bir şey danışdığı zaman sual verməsi lazımdır. Bu dediyini Allah mı dedi? Bu dediyini Resulü mu dedi? Sallallahu aleyhi və səlləm bitmişdir. Mənim nəfsim onu istəməsə də, mənim nəfsimə o anlaşılır gəlməsə də, vallahi baxın bu günləri müsəlmanların Allaha təslimiyyəti necədir? Qardaşım, bu saqqalı niyə saxlamısan? Rasulullah sallallahu aleyhi və səlləm saqqal saxlamağa əmr edib. Düzdür? Bitdi. Mənim üçün önəmli deyil. İnsanlar nə deyəcəklər? Mən yaxşı işlərdə işləyə biləcəm, işləyə bilməyəcəm. Rasulullah mı əmr etdi? Bitdi. Mənim üçün mövzu bitmişdi. Ey bacım, bu hicabı niyə bağlamısan? Niyə örtünmüsən? Niyə ey bacım saçını bağlamısan? Niyə örtünmüsən? Hani insanlar yayın günündə vallahi qolu qısadan artıq keçiblər yəni hər şeydən. Sən niyə örtünmüsən? Niyə bu vəziyyətdəsən? Allah əmr etdi. Allah əmr. Mən qısa geyinməsini bilmirəmmi? Mən açıq-saçıq geyinməsini bilmirəmmi? Mən kosmetika vurub insanların önünə çıxmasını bilmirəmmi? Rəbb olan Allah bunu mənə qadağan edib. Bitdi. Mən əl qaldırıb Allaha təslim olmuşam. İşte təslimiyyət budur. İşte Allaha təslim olmaq budur. Allah namazı mı əmr etdi? Allah sübh namazını qılmaqmı məndən istəyir? Bitdi. Mənim yuxum 4-də ən şirin yuxum da ola bilər. 5-də mənim yuxum ən şirin yuxu da ola bilər. Allah mı əmr etdi? Bitdi. Allah əmr etdiysə mənim üçün mövzu bitmişdir. Sual ver o gənc insana. O gənc müsəlmana deyən, qardaşım, niyə zina eləmirsən? Gəncliyinin ən gözəl yaşındasan. İstədiyin qadınla zina eləyə bilərsən. Niyə 20 yaş, 25 yaş, 30 yaş, 35 yaş ən gözəl illərindəsən? Özünü qadından məhrum etmisən. Bırax zina etməyi, qadın görəndə üzünü çevirirsən. Niyə bunu edirsən? Rəbbim əmr edib. Rəbbim əmr edib ki, qadın görəndə başını indir aşağı. Allah zinanı mənə haram edib, ona görə etmirəm. Təsəvvür elə. İman edənlərin Allaha olan imanı necədir? Allah mı əmr etdi? Sadəcə bir sual. Allah mı əmr etdi? Bitmişdir, mənim üçün məsələ bitmişdir. Allah mı buna haram dedi? Resulü mu bunu mənə qadağan etdi? Mənim üçün bitmişdir. Mənim tək olan ilahım var, o da aləmlərin Rəbbi olan Allahdır. Mənim başqa ilahım yoxdur. Mənim havam mənim ilahım deyil. Necə Allah Azza və Cəllə edir ki, nəfsini ilah edəni gördünmü? Yəni insan bəzən nəfsini ilah edir. Nəfsi ona nəyə əmr edirsə, o da nəfsini əmrlərini yerinə yetirir. Necə bir ilaha itaat etdiyi kimi. Məsələn, nəfs istəyir ki, açılsın, açılır. Nəfs istəyir ki, örtünmə, örtünmür. Nəfs istəyir ki, namaz qılma, qılmır. Nəfs əmr edir ki, sən get zina elə, zina eləyir. Nəfsin əmr etdiklərini yerinə yetirir. Nəfs ona nəyi əmr edirsə edir, nədən nəfsi onu çəkindirirsə ondan da çəkinir. Nəfsinə itaat edir. Fəqət mömin olan insan nəfsini boğur və Allaha itaat edir. Ona görə mühümdir. Yəni, məsələ sadəcə və sadəcə qəbul etmək deyil, eyni zamanda təslim olmaqdır. Abu Talib qəbul etməmişdi. Abu Talib Peyğəmbər sallallahu aleyhi və səlləmin əmisi. Resulullah sallallahu aleyhi və səlləmə dəstək verdi. Müsəlmanlara dəstək verdi. Peyğəmbər sallallahu aleyhi və səlləmi himayə etdi, onu qorudu. Hətta bir sözündə deyir ki, dinlər arasında deyir, ən xeyirli dinin Muhammedin dini olduğunu bilirəm. Qövmümün məni deyir, qınayacağından qorxmasaydım mən onun dininə girərdim deyir. Bunu deyən Abu Talibdir. Baxın, haqq olduğunu bilir. Deməli, bir şeyin haqq olduğunu bilmək yetərli deyil. Bir şeyin haqq olduğunu qəbul etmək yetərli deyil. Təslim olmadığın müddətcə Abu Talib cənnətə getdi deyən var içinizdə. Kimsə deyə bilərmi ki, Abu Talib cənnət əhlidir? Kimsə bunu deyə bilməz. Deməli, məsələ nədir? İnsanın sadəcə və sadəcə qəbul etməsi, yetərli deyil. Abu Talib təslim olmadı. Abu Talib Resulullah sallallahu aleyhi və səlləmin gətirdiklərinə təslim olsaydı bitmişdi məsələ. Təslim olmadı, amma bugünkü insanların etdiyi kimi qəbul etmişdi. Haqq olduğunu bilirdi. Bu günləri də insanların əksəriyyətinin məgər halı belə deyil. Qəbul edirlər, bilirlər haqqın nə olduğunu. Lakin məsələyə gələndə təslim olmaq, vallahi deyir, bu bizlik deyil. Bu bizi aşar deyir o məsələ. Demək ki, insanların təslim olmadığını gördüyün zaman və yaxud da bir insan öz nəfsinə baxdığı zaman mən həqiqətən məni yaradana, məni anamın bətnində saxlayana, məni anamın bətnində bir suyun içərisində saxlayan, yedirdən, içirdən, mənim Rəbbim, mənim aləmlərin Rəbbi olan Allah, o ki mənim ilahımdır, mən ona təslim olmuşammı? Mən özümə müsəlman deyirəm, amma mən həqiqətən də müsəlman Allaha təslim olmuşammı? İnsan bunları incələməli, bu məsələlərə baxmalı. Çünki ən böyük itki nədir insan üçün? Özünü bu dünyada müsəlman zənn edib Allahın önünə müşrik olaraq getmək. Özünü bu dünyada müsəlman zənn edib Allahın önünə kafir olaraq getmək.
Necə acınacaqlı bir şeydir. Sən bu dünyada elə zənn etmisən ki, sən müsəlmansan. Necə Allah deyir ki, onlar ummadıqları şeylə qarşılaşdılar. Subhanallah. Yəni onlar cənnət umurdular. Onlar elə bilirdilər ki, bitdi. Onlar üçün heç bir sıxıntı olmayacaq. Onlar fərqli şeylər umurdular. Onlar umurdular ki, vallahi sən deyirsən mənim qəlbim təmiz olsun, bizə yetər. Və yaxud da bizim üçün bunlara o kitabı qoy bir kənara edir. Bala mənim ürəyim. Onlar fərqli şey umurdular. Onlar elə zənn edirdilər ki, bu danışıqları onları qurtaracaq. Elə zənn edirdilər ki, hani bugünkü insanlar deyirlər, heç nəyə ehtiyac yoxdur. İnsanlara pislik eləmə bəs edəcək. İnsanlara yaxşılıq elə səni qurtaracaq. Ummadıqları şeylə qarşılaşdılar o gün deyir Allah Subhanahu va Taala. Subhanallah. Ummadıqları şey. Onlar cəhənnəmi ummurdular. Onlar cəhənnəmi təsəvvür etmirdilər. Onlar cəhənnəmə gedəcəklərini düşünmürdülər. Ummadıqları şeylə qarşılaşdılar. Ona görə biz imanımızı gözdən keçirdəcəyik. Həqiqətən biz iman etmişikmi? Yoxsa özümüzü aldadan insanlardanıqmı biz iman etmişik deyə bunu göz önündən keçirdib mütləq amma mütləq Allah Subhanahu va Taala'ya təslim olmağımız gərəkir. Deyəcəklərim təslimiyyət şərti ilə qısa olaraq bu qədər və axiru davana elhamdülillahi rabbil alamin.